Növbəti bir mənzildə hamınızı salamlayıram. Yeni Yasamal, Dadaş Bünyazada küçəsi, Rahat Market və Yasamal Molun yanında 17 mərtəbəli yeni tikili binanın 16-cı mərtəbəsində 68 kvadrat ümumi sahəyə malik, qanuni bir otaq, 2 otağa düzəlmə, kubçalı, yeni təmir olmuş bir mənzildəyik. Mənzili sizlərə təqdim edəcəm, proyektlə haqqında tam məlumat verəcəm və sonda isə qiyməti də sizlərə qeyd edəcəm. Xahiş olunur sona qədər izləməyi, kanala abunə olub, videonu bəyənməyi unutmayın. Videonun qısa icmalı short videosunda yerləşdiriləcək. Burada mənzilin giriş qapısı yerləşir. Baxın, giriş qapısı buradadır. Daxil olduqda dəhliz hissə bizi qarşılayır. Burada sanitar qovşağı, yataq otağı, eyvana çıxışı, qonaq otağı və mətbəx hissəsi. Mətbəx həm koridor vasitəsilə, həm də qonaq otağı vasitəsilə rahatlıqla daxil olmaq mümkün olur. Sağ hissədən sola doğru qarşı göstərim sizə. Burada mətbəx hissədir. Yığılmış mətbəx mebeli də var. Bu şəkildədir. Və mətbəx hissədən qonaq otağına daxil olmalı olur. İstəsəniz şüşə ilə də, ara kəsmə şüşə ilə də bağlaya bilərsiniz buranı. Burada qonaq otağı yerləşir. Studiya şəklində, formatında düzəlmiş bir mənzildir. Gün düşən bir evdir. Təmiri də bu şəkildədir. Yeni təmir olunub. Qazı, suyu, işığı daimidir. Sənəd kubçadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir dəyərli izləyicilərimiz. Burada sanitar qovşağı yerləşir. Yəni hamam tualet hissəsidir. Daxil olduqda lazım olan aksesuarlarla da təmin olunub. Yəni bu şəkildə bir mənzildir. Bina ümumilikdə qeyd etdiyimiz kimi 17 mərtəbəlidir. Mənzil isə 16-cı mərtəbədədir. Binada geniş həyət var. 2 lift mövcuddur. Rahatlıqla qalxa bilirsiniz liftlər vasitəsilə. Burada isə mənzilin eyvan hissəsidir. Geniş bir eyvanı var. Baxın, bu şəkildədir. Stili sistemi kombidir. Otaqlarda bateriyalar da var. Kifayət qədər geniş bir mənzildir. Alıb yaşamağa və icarə vermək üçün də ideal bir mənzildir. Gənc ailələr üçün ideal bir təklifdir. İndi isə mənzil haqqında ümumi məlumatı qeyd edəcəm. Dəyərli izləyicilər, mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyazada küçəsində, İnşaatçılar metrosunun yaxınlığında 17 mərtəbəli binanın 16-cı mərtəbəsində 68 kvadrat ümumi sahəyə malik, qanuni bir otaq, 2 otağa düzəlmə, kubçalı, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə çəkib təqdim etdim. Qiyməti 175 min manatdır. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq da mümkündür. Əlaqə saxlaya bilərsiniz. Səhifəmizdə əlaqə nömrəmiz mövcuddur. Gəlib mənzilə əyani şəkildə də rahatlıqla baxış keçirilə bilərsiniz. Bu şəkildədir mənzilimiz. Proyektlə yaxında sizi tanış etdim. Növbəti mənzillərdə və çəkilişdə görüşənədək Allah alana və satana xeyir versin. Sağ olun.